Esselamu Aleyküm ve Rahmetullah Barakatuhu değerli izleyiciler. Elhamdülillah artık 19. gün tamam oldu. Bizim bildirçinlerin yumurtalan inkubator qalma müddəti gördüğünüz kimi 65%'e qalxır, hətta 70%'e su artırsam 70'e de qalır. Çünkü değerli izleyiciler cücələr çıxdıqca cücələrin özləri nəm olurlar. Nem olduqda faiz də qalxır. Yəni nəmişlik faizi. İnşallah inkubatoru açaq və bildirçinlərimizi orada yığaq. Bunu yavaş açmalıyıq ki, yerə tökülməsin dəyərli izləyicilər. Elhamdülillah, maşallah, maşallah, maşallah. Allah həmd olsun. Həmd olsun Allah'a, maşallah. Dəyərli izləyicilər, çıxış davam edir. Elhamdülillah. Ama onu istediğim ki çıxış gecikmeyin oldu. İnşallah onu da sonunda mən sizə səbəbini inşallah diyeceğim. Maşallah pis değil. Allah həmd olsun. Fikir verin buradan bu gördüğünüz bu sertifika bildirilər üçün hesablanmayıb. Toyuq düzə üçün hesablandı. Çünkü deşiklər fikir verin böyük olduğuna göre bildirsin vay 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 bildirsin oradan vay 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 vay. Bak böyle bir şeyler olur. Evet, bunlar tez müddətdə biz yerlerine aparmalıyıq. İnşallah değerli izleyiciler. Hamdolsun Allah'a. Bak belə. Yani bunu hesaba getirmek lazım. Hesaba almaq lazımdır ki bildirsin cücələri xırda olduğuna göre deşiklərdən yerə düşür. Və gördüğünüz ventilatorun etrafı da değerli izleyiciler gerek deşikləri xırda olsun ki cücələr ventilatorun içine girip orada məhv olmasınlar. Bax belə deyil. Allah həmd olsun. Bunlar astaca yavaş ve yığaq buraya yerləşdirək inşallah. Allah həmd olsun. Pis deyil. Allah həmd olsun. Nəticə axırda bilinəcək. Ben bunu belə qəşəngcə yerləşdirdim. Çünki bir dəfə açılıbsa, bir dəfə bunu mən düz boş eləməliyəm ki, bir daha açılan müddəti sonra olsun. Bir də burada qalıb. İnşallah, hələ bilmirəm neçə dənə cücə çıxıb inşallah. Bunu axırda bilinəcək dəyərli izləyicilər. Bax belə, inşallah burada yerləşdirək.